Xüsusi qayğıya ehtiyacı olan uşaqların gündəlik həyat bacarıqlarının artırılması məqsədi ilə geniş miqyaslı reabilitasiya işləri aparılır. Stasionar və ambulator formalarda xidmət alan 4000-ə yaxın azyaşlının bərpa prosesində həm fərdi seanslar, həm də müxtəlif dərnəklər mühüm rol oynayır. Bu çətin yolda əldə olunan hər bir kiçik irəliləyiş isə ailələr üçün böyük ümid işığına çevrilir. Burada hansı fəsildir? Qış. Qışda nə olur? Qalır. Addımlamaq onun üçün nə qədər çətindirsə, bir cümləni tam ifadə etmək də bir o qədər böyük mübarizədir. 9 yaşlı Rüqəyyənin yeriməsində zəifləmə olsa da, laqapet masası arxasında əsl iradə nümayiş etdirir. Bir neçə il əvvəl başlayan xəstəlik onun hərəkətlərini məhdudlaşdırıb, nitqini də çətinləşdirib. Lakin balaca Rüqəyyə təslim olmaq niyyətində deyil. Rüqəyyə Rəsulova 2017-ci ildə anadan doğulub. Doğulanda normal uşaq idi. 2022-ci ildə yeridikdən sonra onda tez yıxılmalar baş verdi. Biz nəsə onda şübhələndik ki, axı niyə bu uşaq normal yeyirdi, pilləkəni çıxırdı. Həkimlərə müraciət etdik. Doğrudan da heç kim başa düşmədi. Sonra bəzi analizlər verdi. Elə bir analizlərdə irsi ataksiya adlandırdılar. Rüqəyyə kimi uşaqlar üçün bərpa prosesi tək yönlü deyil. Mərkəzdə nitq və fiziki məşğələlərlə yanaşı hər kəsin fərdi ehtiyaclarına uyğun terapiyalar tətbiq edilir. Əsas məqsəd onların mövcud potensialını qorumaq və inkişaf etdirməkdir. Nə qədər tez erkən diaqnostika olsa, nə qədər erkən müalicə başlanansa, yəni həm onlara, həm uşaqlara da daha da müsbət nəticələr gəlib çıxarda bilər. Mərkəzlər 18 yaşadək 50 olan uşaqlara xidmət göstərir. Bu bizdə mərkəzlərdə müxtəlif yaş dövründədir. Uşaqlar olur, yaş yarımdan yuxarı. Yəni ona görə də fərdi reabilitasiya planı tərtib olunur və onun əsasında da müalicələr aparılır. Müalicə prosesində yalnız uşaqlar deyil, ailələr də diqqət mərkəzində saxlanılır. Çünki övladın bərpa yolu psixoloji baxımdan valideyn üçün də asan keçmir. Bu səbəbdən mərkəzdə onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər və dəstək seansları təşkil olunur. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün fərdi proqramlar həyata keçirilir. Məqsəd yalnız onların fiziki və psixoloji bacarıqlarını dəstəkləmək deyil, eyni zamanda gündəlik həyat bacarıqlarını da artırmaqdır ki, cəmiyyətə daha rahat inteqrasiya etsinlər. Hazırda 4000 ədəd uşağa reabilitasiya xidməti göstərilir. Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan həmin uşaqlara 882 nəfərə stasionar, 2936 nəfərə yarım stasionar, 165 nəfərə isə ambulator formada xidmət göstərilir. Onların reabilitasiya potensialının reallaşdırılması, funksional bacarıqların inkişafı, gündəlik həyat və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi ilə işlər həyata keçirilir. Habelə uşaqların maraq və qabiliyyətlərini nəzərə alaraq müxtəlif dərnəklər vasitəsilə özünə xidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişafı etdirilməsi üçün xidmətlər göstərilir. Rüqəyyənin mübarizəsi isə artıq bir neçə ildir davam edir. 2022-ci ildən bu yana qət edilən hər kiçik məsafə ailə üçün böyük bir ümid işığına çevrilib. Əvvəlki sərbəstlik olmasa da, hər ötən gün əldə olunan irəliləyiş göz qabağındadır. Maya Sabir qızı, Fariz Quliyev, İTV Xəbər.